Bizi dinleyen bütün vətənpərvər insanlara əvvəla milli qəhrəmanın adını yaşadan Mübarizlər Cəmiyyətinin üzvləri tərəfindən salamlayırıq. Və bu zəfər yolun bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Amin. Bugün biz dünən də çəkilişdəydik. Sadıqov Surac Ədalətoğlu'nun mövlüd günü idi. 25 yaşı tamam oldu cənnətdə. Allah ruhunu şad eləsin. Və bugün də Biləsuvar rayonunun Nəsimi kəndində Məcidzadə Salih Nərmanoğlu'nun mövlüd günüdür. Biz cəmiyyətimiz adından ziyarətə gedirik. Allah ruhunu şad eləsin. Amin. O cümlədən bizim Biləsuvar rayonunun ərazisidir bura. Şuşaya zəfər yolu. Həmişə gözümüz bu yollarda olmuşdu ki, nə vaxt biz bu yolla Şuşaya, Xan kəndinə gedəcəyik. Allah dövlətimizi, prezidentimizi qorusun. Amin. Bizim birliyimizin sayəsində əlbəttə şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində Allah Teala bu yolu bizə bəxş etdi. Qarşıda bizim Biləsuvar rayonunun Çaylı kəndidir bu. Çaylı kəndidir. Bəli. Biləsuvar rayonunda mən deyərəm ən çox şəhid verən kəndlərdən biri məhz bu kənddir. Mən Rəşad qardaşım hesab edirəm, yəni vaxtımıza var. Qarşıda bizim Çaylı kənd qəbirstanlığıdır. Biz şəhidlərimizi ziyarət eləyək orada. İnşallah. Sonra Nəsimi kəndinə gedərik. Allah ruhlarını şad eləsin. Amin. 16-sı 7-ci ay 2026-cı il tarixdir. Bu günləri biz Biləsuvar rayonunun Çaylı kəndində şəhid məzarlığını ziyarətə gəlmişik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Bizim mübariz sevərlər olaraq və Mübarizlər Cəmiyyətinin nəzdində Türkün Fərəz İctimai Müxbirlər olaraq bu günləri bir daha deyirəm. Biləsuvar rayonu Çaylı kəndində şəhidlərimizi ziyarətə gəlmişik. Allah bir daha cəmi şəhidlərimizə rəhmət eləsin. Sədrəddin müəllim, buyurun siz də. Allah rəhmət eləsin. Allah rəhmət eləsin şəhidlərimizi. Amin. Şəhid analarına Allah səbir versin. Qazilərimizə Allah kömək olsun. Vətən yolunda hamısı bunlar şəhid olubdur. Bizim balalarımızdır. Çaylı kəndinin 7 dənə şəhididir bunlar. Bəli. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bizim üstümüzdə şəhid olublar. Torpaqlarımızın üstə Qarabağ torpağında şəhid olublar. Analara Allah səbir versin. Başlığa dönərəm. Sizin də Allah köməyiniz olsun. Allah eləməsin anam, sağ olun. Allah Borcumuz. prezidentimizə də can sağlığı versin. Ona uzun ömür versin. Həyatda ən xoş günlər arzulayıram balalarımıza, istədiklərimizə. Sədrəddin də mənim sinif yoldaşımdır, qardaşımdır. Allah sizin də köməyiniz olsun, gəlib işıqlandırırsınız, çəkirsiniz. Allah sizin də köməyiniz olsun. Mən bir daha qeyd edeyim. Şəhidlərimizi torpaq uğrunda canlarından kesiblər. Allah yerlərini cənnət eləsin. Bax, bu sahil bir dənə evin bir gil oğlu. Mənim oğlumun sinif yoldaşıdır, Şəhriyarın sinif Bir gil yoldaşıdır. oğluydu. O da 2 dənə balasını qoydu, o da şəhid oldu. Bu da 19 yaşında şəhid etmişdir. Bu da bizim qonşumuzdur. Bunlar belə hamısı bizim canciyərlərimiz. Bəli. Allah ruhlarını şad eləsin. Allah məkanlarını cənnət eləsin, ruhları şad olsun. Allah Bunlar
canını şad eləsin. Allah Sizin də gələn ayaqlarınız var olsun ki, siz də şəhidlərimizi hər zaman yad edirsiniz. Allah köməyiniz olsun. Bu oğlan mənim oğlumun Şəhriyarın sinif yoldaşıdır, Sahib. Qurban Öyle. olaram, Sahib. Gücüz körpə balaları qalıb. Allah rəhmət eylesin. Allah anası qalıb, Allah zaman atası qalıb. deyir ki, bax, oğlunun adı Xəzərdir, qızın adı Günəşdir. Deyir, əhd etmişdim, azad edim Şuşanı, Xəzər üçün xarı bülbül dərəcəm. Sevindirib həm atamı, anamı, Günəş üçün mən görüşə gələcəm. Bəli. Gör balaların nə qədər də çox Bigilə oğlan idi, bigilə. O şiir özü seçmişdi. Belə müharibə qutarandan sonra o şiir qarışır, deyirdi ki, gələcəm görüşməyə balalarımla, müharibə qutardı. İndi nə tər olubdu? Şəhid oldu. Allah məkanlarını cənnət eləsin. Allah rəhmət eylesin. Allah rəhmət Sizin də eylesin. köməyiniz olsun, gələn ayaqlarınız Allah var eləsin. Sizin də gələn ayaqlarınız Gülə-gülə olsun. qonağınız olun. Sağ olun, Allah Bir köməyiniz stəkan olsun. çayınız için. Bizi çəkin şey. Mən sizdən 5-ci sinifdən ayrılmışam. Başıma dönərək, gözəl qardaşım. Görsən, təsadüf Hə, idi biz Görə burada. bax, Allah şəhid Allah. məni neçə il olar, 30-40 il olar ayrılmış. Hə, çoxdur, hə. Allah rəhmət eylesin cəmi şəhidlərimiz. Amin. Amin, amin. Biz də milli qəhrəmanın adını yaşadan Mübarizlər Cəmiyyəti üzvləri, Allah bu mübarək cümlədən rəhmət eləsin. milli Yaşadı da qəhrəmanın rəhmət eləsin. adını yaşadan cəmiyyətin nəzdində olan Türkün Fəxri Qəsrinin ictimai müxbiri olaraq 6 ilə yaxındır ki, biz şəhid tədbirlərində iştirak edirik, çəkilişlər Allah edirik. köməyiniz olsun. Və bugün təsadüf görürsən, bizi burada Birləşdirdi. birləşdirən şəhidlərimizin sayəsində. Bəli. Allah ruhlarını şad eləsin. Bəli. Allah o balamın da canını Sağ olun, eləsin. Allah köməyiniz. Sağ olun, Allah Ruhları eləməsin. şad olsun. Ruhları şad olsun, Sağ olun, qəbirləri nur razı olsun. Amin. Allah analarına Xanım Fatime Zəhranı səbrindən versin. Amin, amin. Allah Bütün köməyiniz. qazilərimizə də Allah kömək olsun. Allah sizə Allah daim olsun, gəlib çəkirsiniz. Müharibəni dayə Allah Taala bizə gəlin böyük oldun bütün müharibələrdə. Amin. Nur Əliçi də qabaqdaydı. Amma bu oğlanın sinif yoldaşı Lotçik idi. O da 4 aprel iştirak edir. Allah bütün balaların çiynində dursun, başına dönərək. Allah rəhmət eylesin. Allah rəhmət Rəhmət. eləsin. Ruhları şad olsun. Məkanlarınızın. Allahümme selam. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. İhdina sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velezzâlim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yakul lehu kufuven ehad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah rahmet eylesin. Allah cəm şəhidlərimizə Allah rəhmət etsin. gələn bala gözəl eləsin. Sağ olun, Allah can köməyiniz sağlığı, olsun. Amin. Balalarınıza xeyir versin.